Mən Əhədova Təranə Fuad qızı aprel ayının ortalarından çox şiddətli ağrılarla Ramin doktora müraciət etdim. Ayağım açılmırdı. O MRT məsləhət gördü mənə ki, MRT-də baxsınlar nədir mənim problemim və mən MRT olandan sonra orada bax həmin bu qəlpədir çıxıb oradan, diz qapağımın altından və meniks yırtığım var idi. Deməli, bu qəlpə mənim ayağımda diz qapağının altına girərək bloka salırdı və mən yeriyə bilmirdim. Çox dəhşətli ağrılar olur onda. Çox, yəni, necə deyim, belə bir görünməyən bir hadisədir. Yəni, bu qəlpə öz-özündən orada əmələ gəlib deyirlər. Ramin doktor mənə əməliyyat təyin etdi, sağ olsun. Çox gözəl həkimdir, çox razıyam ondan. Əməliyyatımı birinci gün elətdi. Bugün üçüncü günümdür, mən özümü çox gözəl hiss edirəm. Heç elə bir əməliyyat olunmamışam. Mən Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və həkimim Ramin doktora və bütün personalına buranın deməli tibb bacılarından tutmuş bütün xidmət sahəsində işləyənlərdən çox razıyam, çox məmnunam. Mən yaxınlarıma da tövsiyə edərəm bunları. Mən eşitmişdim bu hospital haqqında, heç vaxt düşməmişdim bura. Burada düşdüm, çox məmnun qaldım, çox razı qaldım. Hamısına təşəkkür edirəm.